bəzi meyxanaçılar, bəzi xanım müğənniləri aşağı görürlər. Deyirlər, siz bizə görə tanınmısınız. Bu doğrudanmı belədir? Yəni, bu günləri misal üçün, Pərviz olmasaydı Türkan olmayacaqdı mı? Nəfəs olmasaydı, Akşin Fatih olmasaydı nəfəs olmayacaqdı mı? Amma kimsə kimə görəsə tanınırdı. Tanınır başqa. İndi amma baxın, tanınmaq başqa. Siz də vaxtında Fədai xanımlarından bir yerdə oxumusunuz. Amma indi ayrı-ayrı. Yəni, bu mütləqdir ki, həmişə çox sağ ol demək lazımdır. Ümumiyyətlə, insanlar bir-birindən vasitədir. Bunu həmişə demişəm, hər yerdə də deyirəm. Bu günləri sən olmasaydın bu veriliş yox idi. Bu auditoriya olmasaydı sən yox idin. Bu kanal olmasaydı bu auditoriya yox idi. Yəni, insanlar bir-birlərlə vasitədir və mən qoy özüm çox sağ ol deyim. Sən məndən tələb eləmə, mən sənə çox sağ ol deyim. Bu bir. İkincisi ki, əgər bir-birimiz üçün nəsə yaxşılıq eləmişiksə, valla qarşılıqlıdır ya. Mən bir söz deyim sizə, hörmətə bağlıdır. Atalarım da misal deyir, ələli üyar, əldə özü. Məndən nəsə umacağın olub ki, mənim səndən nəsə umacağım var. Yəni, həyatın qayda qanunu belədir. Mən sənə əl yetirirəmsə, sən mənə əl yetirməlisən. Yəni, biz vasitəyik bir-birimizdən. Mən müğənnilərə də qarşı, yəni, Pərviz olmasaydı, ola bilərdi Türkanı meyxana camiyyəsi. Ola bilərdi Türkanı 15 günə tanımazdılar, amma 5 aya tanıyacaqdılar. Çünki əgər bir adamı Allah istəyirsə, bu qalxsın, istəyir, müğənni olsun, istəyir. Yəni, bəli, Pərviz Bülbülə böyük istedada malik olan dostumuzdur, həmkarımızdır. Pərviz Türkanın sadəcə olaraq illərlə o toya gedib, Tacir müəllim bilir də, o toy təcrübəsini öyrənmək, 10 il, 15 il təcrübəni Pərviz Bülbülə öz istedadı ilə və öz qazandığı reklamla ötürdü ona o ani momentdə oldu, yəni ani vaxt oldu, bir ay ərzində, 2 ay ərzində oldu. Amma o demək deyil ki, bu günləri mən bunu eləməsəm, mən məsəl üçün hansısa bir meyxaniyənə təkan dayanmasam, o meyxaniyən qabı, mən kiməm? Biz kimik? Yəni, insanlar bir gərək hərdən güzgüyə baxsınlar, özləri müzakirə etsin. İstəyir xalq artisti olsun, istəyir əməkdar artisti olsun, istəyir ustad olsun, istəyir tələbə olsun. Bir yansın güzgünün qabağında özünə sual versin ki, mən kiməm? Allahın qarşısında mən kiməm? Bizə hamımızı Allah yaradıb, yollarımızı da Allah açır. Yollar istəsə bu günləri Bala Əlinin 10 milyon əhali tanıyır, sevirlər.